Beynəlxalq təşkilatlar hər il xəstəxanaları keyfiyyət, pasiyent məmnuniyyəti, texnoloji infrastruktur və tədqiqat fəaliyyəti kimi meyarlar üzrə qiymətləndirərək dünyanın ən yaxşı xəstəxanaları siyahısını dərc edirlər. Yenavaz.com Newsweek-ə istinadən xəbər verir ki, 2025-ci il üçün açıqlanan siyahıda 30 ölkədən təxminən 2400 xəstəxana qiymətləndirilib. Onların arasında ilk 250 müəssisə xüsusi olaraq vurğulanıb. Hesabat xəstə təcrübəsi, keyfiyyət göstəriciləri və xəstə tərəfindən bildirilən nəticələr kimi amilləri birləşdirən metodologiya əsasında hazırlanıb. Siyahıda ABŞ və İsveçrə xəstəxanalarının üstünlük təşkil etdiyi müşahidə olunur. 2025-ci il üçün dünyanın ən yaxşı 10 xəstəxanası bunlardır. Mütəxəssislər bildirirlər ki, bu reytinq yalnız xəstəxanaların tibbi səviyyəsini deyil, həm də onların pasiyent yönümlü yanaşma və innovasiya imkanlarını əks etdirir.